deyir ki, innəməl həyatu dünya ləib. Ləibdir, oyun. Dünya oyun. Bu bir məsələ. İkinci ayədə buyur, ələm nəcəl ərdə mihada. Biz yeri beşik qərar vermişik. Allah deyir, dünya oyun, yer beşik. Əgər bir insan yalnız dünya üçün yaşasa, yalnız dünyada yaşasa, yerə yapışıb qalsa, yerdən qopmasa, mənəvi səmaları ucalmasa, yalnız yerdə qalsa, yeri Allah deyir, ələm nəcəl ərdə mihada, yer beşik. Yaxşı. Dünyada oyun oyuncaq. Əgər dünya oyun oyuncaqdırsa, yer beşikdirsə, onda insan başı qarışıbsa bu dünyaya, insan kimdir? Uşaqdır. Quranın məntiqin əsası. 70 yaşında uşaq. Yer olub beşik, dünya olub oyun, sanki bir dənə laylay edirlər ona. Laylayı da kim edir? Nəfs edir, şeytan edir. Başın qaçışdır.